Təsəvvür edin ki, bir yola çıxmısınız, amma gedəcəyiniz ünvan yoxdur. Elə hey gedirsiniz. Sonsuz bir yol. O yol necə olar sizcə? Mənim üçün o yol bir əzaba çevrilər, mənasını itirər və bu dünyanın ən acı bir əzabı olar. Bax, mənim üçün yaşadığım bu mənlik və şəxsiyyət, bu kimlik üçün mənim üçün ölüm mənim son mənzilimdir, son ünvanımdır. Ondan sonrasını Allah bilir, nə necə olacaq və mən belə düşünürəm ki, ölüm mənim üçün bu həyatın anlamıdır. Və mən indi sizə ölümün bizim həyatımızda oynadığı ən dəyərli rolları sizin nəzərinizə çatdırım. Bu həyat ölümün aynasında gözəldir. Quranda ayə belə başlayır. Allah ölümü sonra yaşamı yarattı. İndi bax, bugün real həyatımızda biz anamızı, atamızı bilirsiniz niyə sarılırıq? Onların əllərindən, saçlarından öpürük. Bilirsiniz niyə? Çünki bir gün öləcəklərini və yaxud bizim öləcəyimizi bilirik. Əbədi ayrılıq. Bir yerlər ağrıyan kimi, xəstələnən kimi qaçıb tez gedirik. Ölüm var deyə. Ölüm olmasa aylarla anahta yada düşməz. Getdik. Ölüm bizi bir-birimizə sevdirir. Ölüm bizi bir-birimizə sevdirir, mehribanlaşdırır. Ölüm var deyə bir-birimizə dəyər veririk. Toya gedirik, yasa gedirik. Nə bilim, biri xəstələnir, bir karabka alırıq, qaçırıq yanına. Ölüm var deyə, ölüm olmasaydı heç kimi vecimi almazdı. Reallığı deyirəm. Bax, çünki birdən ölər borclu qalaram, birdən xeyrimə gəlib borcluyam. Ölüm var deyə. Bax, getdik. Bax, uşaqlarımızı oxuduruq. Məktəbə gedirlər uşaqlar, birinci sinifə yola salıb, gedirik zülümlə. Niyə? Ona görə ki, ölüm var, qısadır həyat. 60-70 ili gedib onun bunun həyatında bambal işləməsən, getsin adam kimi stolda otursun. Bir rahat pul qazansın deyə oxuduruq. Bax, uşaqlarımızı oxuduruq. Bax, ölüm var deyə təyyarə, gəmi, avtomobil icad eləmişik ki, buradan İsmailiyə həftə ilə 70-60-70 il ömrüm var, onu yollarda keçirməyim. Ona görə maşın icad edildi, təyyarə, gəmi, ölüm var deyə. Baxın, getdik. Bax, ölüm var deyə suyu çəkib gətirmişik binanın başına, qazı çəkib gətirmişik binanın başına. Ölüm var deyə, çünki qısa ömrümüzü gedib meşədə su daşımayaq, odun qırmayaq həftələrlə, rahatlıq, qısa ömrü rahat yaşayaq deyə. Bax, getdik. Ondan sonra ölüm var deyə tibb elmini inkişaf elətdirmişik, çünki 30 il yaşayırdıq. Buna görə tibbi inkişaf elətdirmişik, dərman, həkimlər, xəstəxanalar ki, biraz çox yaşayaq, 70 il. Ölüm var deyə. Getdik. Bax, başqa uçmuş, başqa planetlərdə həyat axtarırıq, kosmosda həyat, bilirsiniz niyə? Dünya yer kürəsi dağlar eləyər, başqa planetlərdə həyat axtarırıq ki, insan nəsli kəsilməsin, ölüm var deyə, ölüm. Sən mənə nə danışırsan? Sən mənə nə deyirsən? Hansı əbədi həyatdan danışırsan? Sənin bütün dəyərlərin ölümə borcludur, ölümə bağlıdır. Bax, ölüm sayəsində biz bu dünyada bizi heyvanlardan fərqləndirən tək şey ölümdür, ölüm. Biz ölümümüzü bildiyimizə görə bax, meşədən çıxıb gedib aya kimi çıxmışıq. Ölüm olmasaydı, ölümü anlamasaydı və yaxud ölümsüz olsaydıq, biz də bax, o mal camış kimi burada otlayıb, burada batırardıq. Bizi biz eləyən, insan eləyən ölümdür. Ölüm olmasaydı biz zombi olardıq, zombi. Təsəvvür edin bir anlıq bax. Ata, ana səni 1000 ildir toya çağırırlar. Filan ki, 10 min ildir adam səni toya çağırır. Bezmirsən artıq, nə qədər olar bu binadan yıxılırsan, ölmürsən, yemirsən, ölmürsən, içmirsən, ölmürsən, süpürməsən də ölməyəsən. Durub gedib tualetə batırmayəsən, elə bura batırarsan. Bu belədir, bu mənim sözüm deyil. Bu araşdırmacıların sözüdür ki, bu ölüm dediyin şey var ha. Ölüm, bax, bütün bu dəyərlərimiz, bütün yaxşı həyatımızda nə varsa ölümə borcluyuq, ölümə. Ölüm nemətdir, bax, ölümü nəyə qatırsan həzz verir, ona məna qatır, ona dad qatır. Hər birimizi bir-birimizə sevdirir, hər şeyin müvəqqəti olduğuna görə dəyərlidir. Bax, elə ki, bax, şirin çay içir, uşaq vaxtı içirsən, dibində biraz qalanda kaş qutarmayaydı deyirsən. Bax, ölüm odur, sən o daim olsa, nə qədər etsən bir gün iyrənəcəksən. Bütün həzlər iyrəncdir axırda, bezdiricidir. Hər şeyi dadda eləyən ölümdür, ölüm. Ölümə belə eləyən adam bu həyatda nicat tapa bilməz. Sən ölümü güzgü qoyursan qabağına, onda həyatın anlamını, dəyərini bilirsən. Və ölümü anlayanda, ölümün güzgüsünə baxıb bir gün hər şeyi bitəcəyini düşünəndə şuurun oyanır, həyatın qədrini bilirsən, mən oraya qaçıram. Nə olub mənə? Niyə tələsirəm? Bax, onda şuur oyanır, başlayırsan analiz eləməyə. Sən ölümü qapı sayırsansa, əzim, sənin işində hörmətlə yanaşıram, amma mənim üçün ölüm son qapıdır, son mənzil. Ölüm mənim anamdır. Məni qollarını açıb, məni gözləyir. Vəssalam, həqiqətimdir. Mən sabaha gecəni ölümlə yatıram, qucaqlaşıram, yatıram. Çünki yuxu yarı ölümdür. Hətta çox. Mən səhər duranda şükür edirəm, çünki ölüm mənim anamdır, anam. Kimi üçünsə belə ola bilər, mənim anamdır. Bax, o cəsarətin sahibiyəm, mən bugün belə danışıram. Mənim arxamdadır. Ölümü anlayan adamı bu dünyada heç kim qorxuza bilməz. Bildiniz necə? Heç bir şey. O mənim həqiqətimdir, mənim ədalətimdir, mənim nəfsim mənə bəs yoxdur. Bu həyat bəs elədi mənə, istəmirəm, mənə lazımdır, cənnəti də götür, cəhənnəmi də. Mənə bəsdir, mən burada yaşadım cənnətimi də, cəhənnəmimi də. Ölüm mənim həqiqətimdir. Və sonra, bəli, mən ölümə arxamı da söykəmişəm ona. Qardaşımdır mənim baba, o arxamı kürəyimi ona söykəmişəm. Öldürmək istəyən görüşmədik, gəl öldür. Kim ölməyəcək, hala? Atın ölməyəcək, anan ölməyəcək, bacın ölməyəcək, qardaşın ölüm cəzadır bəy. Gəl öldür, görüş, mən həqiqətimə qovuşacam. Bax, budur məsələ. Var olun, mənim üçün ölüm hər şeydir, dəyərdir, mənada oturur, onu dərindən fikirləşin. Ölüm olmasaydı biz necə olardıq? İnsanlar əbədiyyət nağıllar danışsan mənə.